Herkese salam. Bugün benimle bir gün adlı videoma hoş gelmişsiniz. Bugün dersim 2. saatıydı ve metrodan çıxıram ki üniversitete gedim. Neyse, görürsünüz mənim üniversitetimin girişidir bu. Burada 5-ci mərtəbəyə çıxmaq mənim üçün həyatda çəkdiyim ən böyük zülümdür. Axır ki 5-ci mərtəbədə olan sinifimizi tapıb otururuq. Görürsünüz burada canım qrup yoldaşlarım sinifə gəlirlər. Bizim dərsimiz siyasi psixologiya dərsidir. Burada da Zəhran görə bilərsiniz. Zəhra güya dərs danışır, amma əslində olan dərsi oxuyur. Ayıb olsun. Bir də nə gördüm ki imtahana az qalıb bu qız götürür bədii kitab oxuyur. Hayda. Uşaqlar, mən bugün bəlkə yuxu aparmışdı. Baxmayın belə hərəkətlər eləməyimə, əsl odur ki yuxum qaçsın. Bir xeyir olmadı, sonra təzən yenə əsnədim. Dərsin bitməsinə dəqiqələr qalmışdı. 3-cü dərsə gedəcəyik. 3-cü dərsdəki BM formalaşma dərsidir. Burada da Zəhra mənə deyir ki, planşeti tutarsan, mən oxuyaram da, dərsi yaxşı. Dedim, yaxşı. Uşaqlar, bu şəxsi onsuz da bütün videolarımdan tanıyırız, Eltac. Özünü gizlətməyə çalışır, amma bilmir ki, bütün YouTube'a biabır olub. Bu da bizim gözəl universitetimizin gözəl və dəhşətli mənzərəsi. Dərs qutardı, sevincəli şəkildə metroya gedirəm və görürsünüz də hansı vəziyyətdə. Bir də gördüm universitetimizdə sərgi var imiş. Dedim, bunu sizə göstərməsəm olmaz. Sərgi üçün Temudan alınan plastik heyvanlar qoyub. Heyvanlar belə dillərə dözməyib öldülər. Yazıq bağım. Uşaqlar, indi bu qızlara baxın. O dəqiqə əl sallayırlar. Bilirlər ki, mən video çəkirəm. Bir də başımıza nə gəlsə yaxşıdır. Memarəcəmdə çatmışdıq ki, dedilər ki, minik yoxdur, düşdüyü fidan çox əsəbidir. Və burada əsəbdən ağlayır. İndi görəcəksiniz, görürsünüz. Of! Burada Fidan'a mahnı oxuyuram, amma mən saymır. Fidan mən saymır. Axır ki, gəldik miqrasiya könüllülər ofisinə çatdıq. Ay Allah, yenə sallayır. Uşaqlar, bir yaxdan mən 5 saat danışıram, sən demə videoma basmadım, sən çəkin. Utanmırsan da deyirəm Ləman. Dostlar, burada da bizim formalarımız var, paqonlu. İndi sabahları tədbirdə geyinəcəyik. İnşallah sizə daha detaylı və gözəl şəkildə göstərəcəm. Burada da evimizə qayıdırıq. Həqiqətən gün çox yorucu keçdi, amma maraqlı idi. Sabahları tədbirdə sizə gözəl videolar çəkəcəm. Ümid edirəm ki, videomu bəyəndiniz. Bəyəndinizsə fikirlərinizi bildirməyi unutmayın. Sağ olun, gələn videoda görüşərik. Bye bye.